сюда. Смотри, мама, что приготовила для тебя. Спасибо, мама. Не за что. Salam. Sobanı işə saldım. Mən ümumiyyətlə şirniyyata başlamadan öncə həmişə birinci sobanı yandırıram. Mənə lazım olan dərəcəyə qoyuram. İndi bir şirniyyat hazırlayacağım. Çox, yəni ərzaqları çox büdcəyə uyğun, az ərzaq lazım olan və hazırlanması çox rahat, amma çox ləzzətli bir şirniyyat hazırlamaq istəyirdim. Dedim ki, qoy çəkim. Bilənlər bilir, bilməyənlər də baxsın və hazırlasın. İnşallah Allah ruzusunu yetirsin, hazırlasın. Ərzaqları mən videonun altında yazacağım, amma yenə də deyim ki, 3 yumurta, 1 stəkan pesok, şəkər tozu, 1 stəkan un, 2 paçka mən qabartma tozu qatıram, 1 paçka da vanil. Kreminə isə 2 paçka vanil qatıram. Kremi də bildiyimiz qatlaşdırılmış süd və ərinməmiş, yumuşalmış kərə yağı. Belə, indi başlayaq hazırlanmasına. Getdik. Bir yadımdan çıxdı, deyəm ki, zövqə görə qoz içi mən səpəcəm, amma qoz maşından keçirmişəm, üyüdülmüş. Elə, yəni qoz içi səpəcəm. O zövqə görə də istəyirsiniz arasına səpin, üstünə də səpirəm mən, arasına da istəmirsiniz səpməyin. O da ki, zövqə görədir, yəni.
soyusun. Soyuq yemək çox daha yaxşı olur. Asandır, hazırlanması çox da vaxt aparmır, amma çox ləzzətlidir. Produktu da çox az gedir, yəni ərzaqlar da çox az gedir. Allah can sağlığı versin, ruh və ruzusunu yetirsin ki, sağlam canla hazırlaya biləsiniz. Gözəl günlər qismət etsin və gözəl, sakit həyat, rahat həyat qismət eləsin ki, ağız dadıyla yeyə biləsiniz hazırladığınızı. İnşallah. Kim ki bu video qarşısına çıxıbsa, amma izləməyə almadan bura qədər izləyibsə, çox təşəkkür edirəm. İzləməyə alsa mənə çox sevindirəcək. İnanın mənə, yəni mən hər həftə bir video yükləməyə çalışıram. Heç peşman olmayacaq. Yəni günlük və çox sadə, çox olduğu kimi, heç bir göstərişsiz, heç bir olmayan bir şeyi göstərmədən dürüst, yəni videolar izləmək istəyirsə həyatımızda həmişə dürüstcəsinə mən paylaşıram. Çünki yorar mənə əgər olduğum kimi görünməsəm. Ona görə də dürüst və gözəl videolar izləmək istəyirsinizsə, hər həftə video yükləyirəm. İzləməyə alınız problemsizdir, yəni pulsuz, parasız, çox rahat şəkildə bir dənə toxunursunuz, amma siz bilə bilməzsiniz ki, mənim həyatıma necə müsbət toxunursunuz. Öncədən təşəkkür edirəm. Yeni gələn izləyicilərim var. Xoş gəlmisiniz deyirəm. Üzünüzü tanımıram, görmürəm, bilmirəm, amma kanalımı açanda sizə bir dənə şey deyim ki, kanalımı açanda hər bir nəfər görürəm ki, say artıb. Deyirəm ki, bugün də məni kim izləməyə aldısa, çünki Allah bilirdi, Allah tanıyır, amma mən bilmirəm axı. Deyirəm ki, ay Allah, onun bütün işlərini belə başlayıram da o eləməyə ki, çox sağ olsun, Allah razı olsun, onun bütün işlərin, yəni nə problemi varsa həll olsun, bütün yolları açıq olsun, başlayıram dua etməyə. Çünki bunun səbəbi odur ki, mənə çox, yəni tək motivasiya deyil, yəni çox, sadəcə sizin üçün ona pulsuz, parasız toxunmadı, amma mənim üçün həyatıma böyük bir toxunuşdu, müsbət toxunuşdu. Yəni bunun mənası çox böyükdür mənim üçün. Ona görə də yeni gələn izləyicilərimə də çox təşəkkür edirəm. İlk izləyicilərimə, bu günə qədər məni izləyib, heç vaxt tək buraxmadıqları üçün, mənə motivasiya verdikləri üçün çox təşəkkür edirəm. Müsbət rəy yazan hər kəsə mütləq çalışıram ki, mən tez geri dönüş edeyim və təşəkkürümü bildirim. Müsbət rəy yazan hər kəsə çox təşəkkür edirəm. Allah ürəyinizə görə versin. Yəni çox böyük yaxşılıq edirsiniz. Allah sizdən razı olsun. Hamınızı öpürəm. Bağrıma basıram, tanımasam da, üzünüzü görməsəm də, əlim yəni göydə sizin üçün dua edir. Hal-hazırda mənim 385 izləyicim var. O 385 izləyici üçün hər dəfə mən dua edirəm ki, bu izləyicilərim çox sağ olsunlar ki, məni izləyirlər və yeni gələn izləyicilərim üçün də ayrıca əl açıb, yenə onları da bu dualara qatıb dua edirəm hər dəfə. Öpürəm sizi. Bura qədər izlədiyiniz üçün çox təşəkkür edirəm. Allah razı olsun deyirəm. Siz məni sevindirdiniz, Allah da sizi sevindirsin.